mühəbbətli. Salam dostlar, biz Xəzər rayonu Qala qəsəbəsi ərazisindəyik. Deməli, müştərimizin şikayəti budur ki, ümumiyyətlə istilik ala bilmir, nə istipolda, nə də radiator sistemində. Hardasa 12 dənə radiatordur və 4 xəttə istipoldur. Düzdür, çoxdandan çəkilib sistem, amma ümumiyyətlə biz belə çəkilişin heç vaxt tərəfdarı deyilik. İnşallah ki, burada ümumilikdə dəyişiklik eləyəcəyik. Dəngə qapını, dövriyyə nasoslarımızı və kollektorları yeniləyib, bütün tam sistemi də yuyandan sonra ideal vəziyyətdə müştəriyə təhvil verəcəyik və çəkib sizlə paylaşacağıq. Bəyənməyi də unutmayın. Dostlar, gördüyünüz kimi kombi söküldü, artıq qoyuldu bir qırağa və sistemin yuyulması gedir hal-hazırda. Birbaşa da kanalizasiya yaxıdılır. Qeyd etdiyimiz kimi 12 radiator və 4 xətt oldu. Baxın, tam ideal vəziyyətdə yuyulacaq, müştəriyə təhvil veriləcək. Hələ sistemin yoxlanması gedir. Baxın dostlar, qapqara gəlir, baxın. Sonra deyirlər ki, bu pas deyil. Pas deyilsə, onda yuduzdurmayın, qalsın sizdə belə. Elə vəziyyətdə də işlərin, baxın fərqə. İnşallah çox gözəl bir istilik alınacaqdır. Artıq gördüyünüz kimi biz kollektorlarımızı hazırladıq, dövriyyə nasoslarımızı hazırladıq, dəngə qabını təyin etdik və bütün vintillərimizi tam orijinal və latundan olan hissələrdən seçdik. İnşallah ki, tamamlayandan sonra tam formada paylaşacağıq. Dostlar, kombimiz Şafat X-dir, qəşəng bir kombidir. Maraqlı bir şeylə qarşılaşmışıq, ustamız gəlib. Mən sən lazım deyirəm. Yox, narahat olmayın. Birinci bir dənə kondensatoru biri qoyub, təzəndən biri qoyub. Təzəndən də birini qoyublar ki, bəlkə işlədi. Amma yenə də nəticə yoxdur. Dostlar, artıq qazanxanamız hazırdır. Gördüyünüz kimi dəngə qabımız quraşdırıldı. Dövriyyə nasosları eyva uyğun seçildi. Kollektorlar təzələndi və qoşuldu sistemə. Tam yeni bir formada yəqin ki, özünüz qiymət verərsiniz. Əgər bəyəndinizsə, bəyənməyi unutmayın. Takipdə olmayanlar takip etsinlər. Artıq kombimiz 60 dərəcədədir gördüyünüz kimi. Xeyirli olsun.